Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonrasında hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Quran inkarçıları, din düşmənləri barəsində olan 80-cı videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaq arası ilahətçiləri, bu yalançıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə sürükləyənləri tanımış və onların yalanlarından, hilələrindən agah olmuş olarsınız. Deməli, bu videomuzda dəyərli dinləyicilər, bu azğın xanım ona sual verir ki, bəs Allaha qul olmaq lazımdır. O deyir ki, yox, heç Allaha da qul olmaq lazım deyil. Bunun düşüncəsində, yəni Allaha qul olmaq, o Afrikada və yaxud da Amerikada o zənciləri necə incidirdilər, quldarlıq dövrü və s. Bunun ağlında o gəlir. Yəni bu düşünür ki, yəni Allaha qul oldu deyəndə həmin o quldarlıqdan söhbət gedir. Vallahi ki, dəhşət. Dinləyin dəyərli dinləyicilər, sonra cavab verəcək. İnsanı başqalarına qul olmaqdan qoruyur. Başqalarının qarşısında əyilməkdən qoruyur. Çünki Amma Allaha qul olmağı çağırır. Xeyr, Allah özünə qul olmağı da istəmir. Çünki qul olmaq dediyimiz Allahın burada çünki bizə də elə bir tərcümələrdə elə verirlər. Məsələn, bəndə olmaq anlayışı ilə qul olmaq anlayışı eyni deyil. Məsələn, bugün bizim dediyimiz qul anlayışı necədir? Əl-pəncə dayanmaq, onun nə deyirsə yerinə yetirmək anlayışı var. Bir də var ki, məsələn, yaltaqlıq eləmək. Yaltaqlıq eləməklə bu anlayışların bir-birini müqayisə eləməliyik. Həqiqətən də, dəyərli dinləyicilər, İslam dini gəlməklə insanlara, daşlara, ağaclara qul olmaqdan çıxardaraq Allaha qulluğa yönəltdi. Çünki Quran-ı Kərimdə ibadət kəlməsi var, hansı ki Allah Subhanahu taala mübarək kitabında buyurur ki, Zariyat surəsində ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün, yəni mənə qulluq etmək üçün yaratdım. Yəni həmin o kəlmələndir, abd kəlməsindəndir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahın ən çox sevdiyi ad Abdullahdır. Yəni Allahın qulu, Rab Allah. Bu ən gözəl addır. Hansı ki Allah Subhanahu taala sevir bu adı. Allahu akbar. Ona görə də İslam dini gəlməklə Peyğəmbər sallallahu aleyhi ve sellem bu şəriəti, İslam şəriətini gətirməklə insanlara qulluqdan çıxartdı, Allaha qulluğa yönəltdi. Lakin Allah Subhanahu taala qulluq etmək, Allaha ibadət etməkdir. Yəni Allahın qarşısında insan Allah Taala'nın ona verdiyi ən gözəl əzasını, yəni çünki üz hansı ki Allah Taala insana bəxş edir, bu bədəndə olan ən gözəl əzadır və Allah Taala da ən gözəl əzanı onun qarşısında yerə qoymağı, yerə səcdə etməyi əmr edir. Quran-ı Kərimdə minlərlə bu cür ayətlər var, hansı ki Allah Taala insanın Allaha qul olmasını əmr edir. Və şahadətimizdə hansı ki şahadətin ikinci hissəsində hansı ki biz deyirik ki Muhammedən abduhu və rasuluhu. Yəni birinci növbədə niyə görə deyirik ki Allahın qulu və rasuludur? Kim? Muhammed sallallahu aleyhi ve sellem Allahın qulu və rasuludur. Halbuki rəvayətlərdə gəlib ki Allah Rasulü sallallahu aleyhi ve sellem meyraca gedərkən ona təklif olundu. Sən istəyirsən ki şahadətdə desinlər Allahın məliki və rasulü yoxsa Allahın qulu və rasulü? Allah Rasulü sallallahu aleyhi ve sellem Allaha qul olmağa seçdi. Allahın qulu və rasulü olmağa seçdi. Allahu akbar. Bu isə bu cahil, bu bisavad deyir ki, yəni Allaha da qul olmaq lazım deyil. Elə düşünür ki, o Hollywood filmlərində o qullarlıq dövrü zad var idi. Hansı ki, qulları, zənciləri Afrikada incidirlər, Amerikada incidirlər. Yəni, o deməkdir. Yəni, Allahu akbar. Allah Subhanahu taala, dəyərli dinləyicilər, Quran-ı Kərimdə, yəni İsra surəsində, elə birinci ayətində, Allah Subhanahu taala ən gözəl məqamda, ən yüksək məqamda, hansı ki, Allah Taala Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem'i meyraca apararkən, Allahın dərgahına qaldırarkən onu qul olaraq adlandırır. Necə ki Allah Taala buyurur ki, dəlillərimizdən bəzisini ona, Peyğəmbərə göstərmək üçün öz qulunu gecə vaxtı Məscidül Həramdan Məscidül Əqsaya aparan Allah
pak və nöqsansızdır, həqiqətən də o eşidən və görəndir. Yəni bütün bunlara baxaraq, yəni biz görürük ki, insanın Allaha qul olması ən böyük, ən yüksək bir dərəcədir. İnsan nə qədər özünü sındırırsa, nə qədər özünü Allahın qarşısında zəlil olduğunu göstərirsə, Allah Subhanahu taala onu ucaldır. İnsan nə qədər təvəzzükar olduğunu göstərirsə, Allah taala onu ucaldır. Çünki sən yaradılmısan ona görə ki, insanlara qul olmaq yox, Allaha qul olmaq üçün. Və Allaha qul olmaq da Allaha ibadət etməkdir. Belə cahillərə qulaq asmayın, dəyərli dinləyicilər. Allaha əmanət olun. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.